dedi ki aparacağım seni ayrımlarda xama yeməyə. Hə. Mən də xama nə bilib başım üstündə. Xama demək, bəlkə qaymaq deyib, o vaxt xama deyilmirdi axı. Ayrımlar xamadır. Ayrım kimlərdir? Gədəbəylilər. Baş Deməli, kəsənlər. elə bil ki, 800 metr sonra sağa dönüyor. elə bil ki 5 kilometr getmişik. Qılış dedi də. Hə. Fırlanır aşağı, qalxır yuxarı, bax belə. Həm acımışam, həm də yorulmuşam. Nə at var, nə eşək var ki, minəsən, gedəsən. O boyda yol az qarnı. Atama Məmməd idi. Cümlə Məmməd yandı. Xama hanı zirgin olacaq o vaxtda. Dedim, nə qalaq, sabahdan bunu öldürsən, qulağın tek şey. İşiləm oldu. İndi də yanıma düşəndə özümə peşmançılıq çəkirəm ki, bu ağılla, baş qaraqlığla kişiyə şirlər olur. Ay Şərif əmi, bəs xaman ayaqla yeməyə gedirdi. Yeməyə mən aparır şey. Niyə vurdun, başa düşmədim? Ay,